Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı Azərbaycanın və Sudanın daim bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda ölkələrimizin uğurlu əməkdaşlığını qeyd etdi. Prezident İlham Əliyev Sudanın prezidenti ilə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş zirvə toplantısı və Antalya diplomatik forumu çərçivəsində görüşlərini və ikitərəfli əlaqələrin inkişafına dair müzakirələri məmnunluqla xatırladı. Səfir Sudan Respublikasının Suveren Keçid Şurasının sədri Abdel Fəttah Əl-Burhan Abdelrahman Əl-Burhanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi. Onun da salamlarını Abdel Fəttah Əl-Burhan Abdelrahman Əl-Burhana çatdırmağı xahiş etdi. Səfir Azərbaycanın Sudanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirdi. İki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Sudan tərəfindən işçi qrupunun yaradıldığını vurğuladı. Ənəs El-Tayeb El-Qaylani Mustafa sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlığını bildirərək bu təqaüdlərin artırılmasını xahiş etdi.